Zəbur 91-ci məzmur. Haqq Təalanın pənahında yaşayan, külli ixtiyarın kölgəsində oturan insan Rəbb haqqında belə söyləyir. O mənim sığınacağımdır, qalamdır, Allahımdır, ona güvənirəm. Bil ki, o səni ovçunun tələsindən, ağır xəstəliyə düşüb ölməkdən qutarar. Səni qanadlarının altına alar, pərlərinin altına sığınacaqsan, sədaqəti qalxanın, sipərin olar. Nə gecənin kabusundan, nə də gündüz atılan oxdan, nə zülmətdə dolaşan ağır xəstəlikdən, nə də günorta məhvedici qırğından qorxmazsan. Yanında 1000 nəfər, sağında 10.000 nəfər qırılsa, sənə xətər dəyməz. Gözlərinlə baxacaqsan, pislərin cəzasını görəcəksən. Ya Rəbb, sığınacağımsan dediyin üçün, Haqq Taalaya sığındığın üçün şərə düçar olmazsan, bəla çadırından uzaq qaçar. Allah sənə görə mələklərinə əmr eləyər ki, gedəcəyin hər yerdə səni qorusunlar. Səni əlləri üstündə aparsınlar. Ayağın bir daşa dəyməsin, şiri, gürzəni ayaqlayarsan, gənc aslanı, əfi ilanı tapdalayarsan. Mən Rəbbi sevdiyinə görə onu azad eləyəcəyəm, ismimi tanıdığına görə onu yüksəldəcəyəm, məni çağırarkən ona cavab verəcəyəm, dar günündə ona yar olacağam, onu xilas eləyib şərəfə şana çatdıracağam, onu uzun ömürlə doyduracağam, ona qurtuluşumu göstərəcəyəm.